Və mən bugünkü qonağımızı təqdim edəm. Populyar müğənni, mənim əziz dostum, qardaşım, ürəyim... Adın neydi? Bərəkallah. Mən tanınmış müğənniyəm. Lülməmiş şəxsiyyətsiz. Gözəl, lülməmiş. Sən oğrusan, Yox. manyaksan, Yox. bəlkə dələduzsan, Estağfurullah, yox. heç olmasa cinsi azlıqlardansan. Buna danışır, yox. Bəs onda prime time vaxtı canlı efirdə nə azlarım var? Mən deməli məktəblərin qabağında uşaqlara narkotika satıram. Nə? Kanapiliya. Oğulsan oğul. Bunu bayaqdan de, partladaq efiri. Partlat da. Vallahi sözü verək sənətkara. Oxuyur, lülməmiş, şəxsiyyətsiz. Qardaş, sənin musiqiçilərin hardadır? Bir dəqiqə, sənin adın neydi? Zapor. Ay Zapı. Deməli, sər-sər sintezator dırnağı qaldı klavişan arasında. O şimdi sintezator xarab oldu. Ama bir varyant var, onu icazə ver işlədim də. Buyur qardaş, Bir buyur. nəfər var, o... Alo. İblis, salam, nətərsən? Lülü sensən? Mənəm, başım. Mənim işin necədir? Yaxşı, canlı efirdəyəm, qulaq. Mən də reklam fasiləsindəyim, buyur. Nə yaxşı, qismət Allah'tan. Gör nə deyirəm, Ha. sintezatorda problem var, sən mənə kömək eləyə bilərsən. Buyur, nə demək lazımdır? Sən ağzınla bir akord tuta bilərsən. Mən ağzımla lüboy səs çıxarda bilirəm. Sən qaralan. Bir də onda qırmızı gitarla dangıldat da. O da sən tayındır. Hamı məndən soruşur, hamı maraq edir. Hamı məndən soruşur, hamı maraq edir. Niyə lülməmiş televiziyanı anasından çox sevir? Ana verir hamıya canlı həyat. Telekanal verir canlı efir. Nəyə görə televizyanı lülməmiş, ona görə televizyanı anasından çox sevir. Ana ver bizə sveji süt. Telekanal verir bizə çörək. Eşq olsun. Niyə bundan sonra televizyanı biz sevməyək, sevməyək.